Xalq artisti Naibə Allahverdiyeva 35 il sonra atasının məzarını ziyarət edib. Ağdamın Mərzili kəndində tapılan məzara baş çəkən Naibə Allahverdiyeva sosial şəbəkədə video paylaşıb. Aktrisa uzun illər sonra ilk dəfə olaraq atasının məzarını ziyarət etdiyini vurğulayıb. 1957-ci ildə üç rəngli bayrağı Qız qalasına sancan və 10 il sürgün həyatı yaşayan Cahid Hilaloğlu'nun Can bağımın məzarı uzun illər sonra tapıldı, təsəlli tapdım deyə paylaşımda yazıb. Xalq artisti atasının məzarının tapılmasında kömək edən hər kəsə təşəkkürünü bildirib. Burada canlarını qoyan insanlar olur, cavanlarımız olur, gənclərimiz olur. Bəli, ona görə də vətən əgər uğrunda ölən varsa, Hə də. bəli. Allah rəhmət eləsin. Allah'ın hər biri ilə valideynləri də bizim Biz gərək ona